TikTok barədə açıqlama verirəm. Ən düzün deyirəm. Bax, bu bələkədə and olsun. Bax, bu bələkədə and olsun. Ən düzün deyirəm sizə. Heç kim sizə bunu deməyəcək. Mən deyirəm. TikTokda canlı açıb. Bax, TikTok açıqlamasını verirəm. TikTokda canlı açıb sıralamaya düşməyən adam aya 1500-1000 qazanır. Sıralamaya düşən adam 20-ci yer, 10-cu yer, 5-ci yer, 1-ci yer, 90-cı yer, 99-cu yer. Bax, 1-dən 10-cu yerə kimi olan sıralamada ən azı 10.000, 15.000, 5.000 pul götürür. 20-dən 50'ye kimi olan sıralamada olan adamlar 6.000, 5.000 arasında pul götürür. 50'dən 90'a kimi olanlar 4.000-3.000 arası pul götürür. En çok TikTok'tan pul götüren adamlar sıralamada 1-ci yerdə, 2-ci yerdə, 3-cü yerdə olan adamlardır. Özlərinə qisməti prosto. Kimsə yalandan deyir TikTok'tan pul qazanmırıqsa. Bax, belə deyim də, mən məsəl üçün sıralamada olmayan adam, mənim kimi adam da məsəl üçün aya 700 manat, 800 manat, 1500 manat arası pul götürür. Anamın can bunu sizə heç kim deməyəcək uşaqlar. Mən deyirəm. Sən öp. Onu da təzəlikcə tapdım temasını. Bilsən necə hesapladım? Mən hesapladım ki, mən sıralamaya düşməyə, məsəl üçün 700-1500 arası hardasa pul götürürəmsə, bunlar özləri sıralamada olan adamlardan söhbət gedir ki, sıralamada olan adamlar daha çox götürür. Dedim ki, biləsiz də. Ay yox, bu günlük sıralama yox. Hala bu yox, popülər 47 zat yox. O yox, başım bura. Əsas sıralama. Həftəlik sıralama var, ondan söhbət gedir. Həftəlik sıralama, həftəlik. Var da çölü çək.